Bir xanımla 3-cü seansda xanım deyir ki, bilirsən qızım, bəs mən illərlə qəbizlikdən əziyyət çəkmişəm, amma bu seanslardan sonra mədə-bağırsağım əksinə işləməyə başlayıb və özü də təəccüblənir və əlaqəni görə bilmir ki, yəni necə ola bilər də bu? Biz axı psixika ilə işləyirik. Və onu izah edirəm ki, bəli bu psixosomatikadır, beyində gedən proseslər bədənə təsir edir və siz illərlə yığdığınız o qəzəbi, o nifrəti, o kini yığıb saxlamışdınız içinizdə və ona görə də bağırsaq buraxmırdı, qəbiz olmuşdu. Yəni bağırsaq nə deməkdir? Hər hansı bir iyrənc hadisənin ya buraxılmamasıdır, buraxılmayanda olur qəbiz və yaxud da tez buraxmaq istəyəndə beyin olur ishal. Ona görə də bu hadisələri tapıb işləyəndə mədə bağırsaqda da proseslər düzəlir. Və bu məlumatlar haqqında və daha dərin məlumatları öyrənmək istəyirsinizsə, yeni psixosomatika kursunu yenilənmişəm, ora əlavə materiallar əlavə etmişəm, hansılar ki, bədənimizin hər hansı bir nöqtələri haqqında da məlumatlar verir ki, hansı orqanımız bizə nə deyir. Həmçinin bundan əlavə 2 gündə master-klass əlavə etmişəm, haradakı göstərəcəm, necə, hansı texnikalarla işləyirəm. Həm mən EMDR terapiya ilə işləyirəm, həmçinin enerji terapiyalarına işləyirəm və ona görə də çox sürətli və tez nəticələr əldə edirik, insanlara daha tez kömək edirik. Əgər siz də bədəninizin sizə nə demək istədiyini öyrənmək istəyirsinizsə, hər orqanınızın dilinin nə olduğunu başa düşmək istəyirsinizsə, apreldə olacaq kursumuza qatıla bilərsiniz. Yer sayılarımız limitlidir. Əgər arzunuz varsa, həm özünüzü, həm də yaxınlarınızı sağaltmaq istəyirsinizsə, şəfalandırmaq istəyirsinizsə, buyurub bu kursumuza qatıla bilərsiniz.